Cəmadə mən biraz da məndə yuxu ilə əlaqədar, məndə stres olanda yuxum gəlmir. Gəlirəm burada dərmanlarımı qəbul edirəm. Çotdayam mən özüm. Nə bilim, bir il zat bundan qabaq. Gəlib gözləyirəm bura, pasiyanca, kartika da gözləyirəm. Tezi doktoru gözləyirəm. Yox. Keçən illəri. Mənim məlumatınız var, indi deyil. Yəni ki, o ümumi müayinədən keçməmişəm. Hadisə aprel ayında. Keçən il. 2013-cü ildə. Где-то 6 месяцев назад. Mən həkimə getmirəm. Niyə? Yoldaşıma görə gəldim. Ayın 13-də. Ayın 13-ü 03-2014-cü ildə. Çox gözəl xidmət edirlər. Mən özüm burada anadan olmuşam, elə bu poliklinikada da Çotdayam, 57-ci ildə. Dövlətdə daha, yəni dəqiq desək, adətən pulsuz olur, amma ki, özəllərdə, yəni pullu olur. Məncə insanlar da ki, daha çox indi özəllər çoxdur deyə, nə bilim, bəlkə də insanlar getməyə çəkinirlər. Yəni nəticədə biraz imkan maddi baxımdan. Həkimə çoxlu pul verməlidirlər. Versin həkimə nə qədər verir? 100 manat, 80 manat. O ilə ailə başı saxlamaq olar. Bunun dərmanı var, bunun yeməyi var, neyi var. Versin 300 manat, 400 manat. Biz də yesincan, pilov. Deyim hə, keyf eləyək, 5-6 il ömrümüz var da, valla. Mən müalicə olunuram, şəkərli diabetə müalicə olunuram. Mən burada keçmirəm, mediklavda keçirəm. Mənim strafovkam var. Dən moment indiki həkimlərdən heç nə gözləmə olmur. Həkimlər heç nə düzgün diaqnoz verə bilən həkim çox azdır. Elə həkimlərimiz var, həqiqətən insani tərəfdən yanaşır yəni xəstələrinə. Amma elə həkimlər də var ki, düzdür. Elə gözləyirlər, xəstədən nəsə belə bir şey gözləyirlər. Amma buna bütün həkimlərə mən şəxsən şamil eləmirəm. Sözdən sonra heç kimə inanmıram, yəni necə müalicəsi. Hal-hazırda daim özüm müalicə edir məni. Yəni bu da. Pulum yoxdur. Pulsuz da nə qədər gedər adam? Utanıram. Pulum olsa ağzımda 3 ildir mən belə işim yox, qalmışam belə. İşi də pulsuz düzəltməyəcək ki, bu həkim yazıq. İndi müayinəni elədi, diş bəs. Poliklinikalarda əziyyət çəkir, o zəhmət çəkir. Zəhmətin müqabilində nəsə verirsən ki, onun da ailəsi var. O da ailə saxlayır. O da ailə saxlayır da. Onu da başa düşmək lazımdır. Xəbərim var, amma ona əməl eləmirik demək olar ki. Əməl eləmirik yox. Amma əslində insan ildə 2 dəfə müayinədən keçsə daha məsləhət olar. Məsələn, reklam gedir, elə bir reklam. Heç belə cəlb eləmirsiniz. Orada da pulludur. Orada da altdan pul alırlar. Bilirsiniz var. Ну, конечно, 100% bu belədir də. Çünki burada siz də mənə bağışlayın ki, burada bir Azərbaycanda hər bir yerdə ayaq yolunda pul yığırlarsa, orada mütləq yığılacaq. Pulsuz müalicə Azərbaycanda biraz inanılası şey deyil. İnanılası məfhum deyil, ona görə yəni. Sözün asıl pulla var, pulsuz həkimlərin maaşı nə ki, neçədir də. Həkim ağı 45-50 manat. Onlar da kimləsə xəstənin cibini götürürlər demək olar ki. İstifadə etmək istəməzsiniz. İstəyərdim, amma inanmıram.